Salam aleykum dəyərli izləyicilər. Targovda düz mərkəzdə İsir Plazanın arxasında möhtəşəm təmirli, qanuni 4 otaq skvaznoy bir mənzil təqdim edəcəm. Mənzil 200 kvadrat ümumi sahəsi var. Tam əşyalı satılır. 13 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Sənəd də kubçadır. Qaz, su, işıq daimidir. Gördüyünüz bütün əşyalar hamısı qiymətə daxildir. Mənzil çox premium təmir olunmuş bir mənzildir. Otaqlar hamısı bahalı parket. Əşyalar da hamısı xaricdən gəlmə keyfiyyətli əşyalar. Mitsubishi kondisioner bütün otaqlarda quraşdırılıb. Mənzildə ümumilikdə 2 hamam otağı var, bir əlavə çamaşır otağı var. Bura koridor hissəsidir, koridor stipoldur. Əsas giriş qapısı sağ tərəfdə 2 qapılı dolab və burada ümumi gəlin sizə çamaşır otağını göstərdim. Bütün texnikalar hamısı Almaniya brendi. Bura koridorda olan hamamıdır. Mənzildə ümumilikdə dediyim kimi 2 hamam otağı var. Bir böyük hamam otağı da əsas valideyn yatağı otağındadır. Buradakı kreslolar hamısı qalacaq. Daha sonra burada 2 qapılı dolab yığılıb. İçərisi geniş, rahatdır. Gəlin keçək yataq otaqlarını göstərdim. Bura birinci yataq otağıdır. Yataq dəstidir. Burada var qardirob və hamam otağı. Gəlin bir dənə qardirobun böyüklüyünə baxın. Qardirobla üzbəüz hamam otağı. Hamamda quraşdırılan bütün aksesuarlar hamısı brend. Və bu yataq otağından birbaşa dənizə və Targoviya açılan möhtəşəm bir panorama. Gəlin panoramaya baxın. Qarşısında düz dənizdir. İsir Plazanın düz arxasında yerləşir. Binanın yerləşmə yeri möhtəşəmdir. Bu ərazidə demək olar bu qiymətə mənzil yoxdur. Burada mənzillərin kvadratı 6.000-7.000 manatdan padmayaq başlayır. Keçək sizə digər otaqları göstərdim. Gəlin keçək buradan mətbəxə və daha sonra sizə digər yataq otağını göstərərəm. Bura mətbəxidir. Mətbəx mebeli yığılıb. Həm sağda, həm sol tərəfdə. Mətbəxdə də Mitsubishi kondisioner. Mətbəxin yeri stipol. Qarşısında balkon və 2 qapılı soyuducu. Hər ikisinin də altında buzluğu var. Bu hissədə isə qabyan quraşdırılıb. Hamısı Almaniya brendi. Domofonlar kimi var. Keçək növbəti yataq otağını göstərdim. Bura ikinci yataq otağıdır. Yataq otaqları hər biri geniş, rahat, qarşısı açıq və gün düşən mənzildir. Bu yataq otağında daxilində belə 2 qapılı böyük dolab və keçək sonuncu yataq otağını da göstərdim. Burada 3-cü yataq otağı. Mənzil qanuni 4 otaq 200 kvadratdan ibarətdir. Buradakı əşyalar demək olar heç istifadə olunmayıb və hamısı da qiymətə daxildir. Mənzilin qiyməti və bütün məlumatları qeyd eləmişəm. Bir saat əvvəl zəng eləyin, gəlib baxaq. Sağ olun, var olun.